Axşamınız xeyir, hörmətli dostlar, tamaşaçılar. Sizi Mahmudlardan salamlayıram. 21 Mart. Bugün bir neçə dənə video çəkdik və növbəti videomuzda biz yenidən Roman Driganın qonağıyıq. Roman burada yaşayır və hal-hazırda Roman burada oturub bizi gözləyir, yaxınlaşacağıq. Artıq bir neçə müddətdir Romanla danışmırıq, yəni görüşməmişik. Silsilə videolar çəkirdik. İndi isə hər ikimizin vaxtı oldu və görüşmək qərarına verdik. Roman, merhaba. Roman Дрига, привет. Как дела? Хорошо, хорошо. Привет всем. Как у вас дела, друзья? Спасибо, все хорошо. нас дело. Давно не виделись. Да, дело идет дальше. То, о чем мы с вами говорили, набирает новые, скажем, обороты. Я еду в круиз. У нас большое событие сейчас в Алании. Приезжает 50 человек, поэтому супер событие. Bəli, əziz dostlar, Roman da qeyd edir ki, çoxdan da görüşmürük. Müxtəlif hər şey öz qaydasındadır və yeni xəbərlər var. Böyük bir tədbirləri olacaq Alaniyada. O haqda danışacağıq və Roman bu yaxınlarda yeni kruiz bron eləyib və o haqda da danışacağıq. Роман, это очень хорошая новость, что ты едешь в круиз. Расскажи о нем, пожалуйста. Да, я сам рад, потому что мы, круизеры, время от времени должны путешествовать, показать своим примером. Но это один из желаемых направлений, в которые все круизеры хотят попасть. И я первый раз еду, это норвежские фьорды. Deməli, əziz dostlar, Romanın kruizi haqqında, gedəcəyi kruiz haqqında soruşdum. O da deyir ki, bəli, hamının, bütün kruizə çıxan adamların, davamlı kruiz edən insanların ən çox arzuladığı Norveç səyahəti, Norveç dağları arasından filan gözəl bir kruiz turu var. Orada rezervasiya edib, indi o haqda da soruşacağıq. Рома, а в чем особенность этого круиза? О, это шикарный круиз, когда корабль плывет между фьордами, большими горами. И человек не на земле наблюдает, а с корабля на все эти красоты, водопады, горы. И вот фьорды, да, между фьордов, гор плывет этот корабль, и ты смотришь на эту природу. Bəli, əziz dostlar, bu kruizin özəlliyinin nədə olduğunu soruşuruq. O da çox gözəl mənzərələrin, dağların, şəlalələrin arası ilə gəmi gedəcək və onlar da əlbəttə ki, çox gözəl yerləri öz gözləri ilə görüb müşahidə edəcəklər. А какие характеристики у этого круиза? Это значит в основном северные страны, Дания, Германия и недельный круиз. Вот в этих красотах всех горных. Также там мы будем выходить на экскурсии. Специальный поезд экспресс ходит вот среди гор. Круиз стоит с балконом $3500. Недорогой. Əziz dostlar, kruizin xarakteristikasına, qiymətlər filan, yəni özəlliklərini soruşduq. O da Roman deyir ki, bu şimal ölkələrini əhatə edən bir kruizdir. Danimarka olsun, Norveç, Almanya. Bir həftə kruizə gedəcək, bir həftə sürəcək və qiymətləri $3500 başlayır. Amma bu əlbəttə ki, Romana это все обошлось тебе бесплатно, потому что... Не бесплатно, потому что у меня бесплатное членство. Çünki Romana pulsuz başa я еду gəlib. в каюте сам. Özü tək gedir və xüsusi kayutada, balkonu olan kayutada gedir. Такие круизы надо с балконом смотреть. Belə kruizlər mütləq balkonu olan. Çünki gəmilərdə balkonsuz var, balkonlu var, bir də çox böyük yani королевский otaqlar var da belə deyək. Мои партнеры, мы там будем отмечать день рождения. Это очень выгодно день рождения на круизе. Və deyir ki, tək getməyəcək, partnyorları ilə, ortaqları ilə, bu işdə bərabər olduğu insanlarla gedəcək və orada doğum günləri qeyd edəcək. Рома, вам желаю приятного отдыха, чтобы вы хорошо провели время. Mən də uğurlar arzulayıram, xoş istirahətlər, gözəl günlər keçirsinlər. Пожалуйста. Рома, у нас еще один хорошая новость включается в том, что
Скоро в Алании будет собрание события с круизерами. Да-да-да. Что об этом расскажешь? Мы два лидера, Юля Мазница и я, приглашаем наших партнеров, люди, которые с нами уже и 9, и 8, и 5 лет, и те, которые недавно к нам присоединились. Мы делаем для них такой подарок. Это мероприятие в Алании. Это будет экскурсии, это будут тренинги и встречи, и знакомства с друг другом. Əziz dostlar, sualım belə idi ki, növbəti xəbər ondan ibarətdir ki, bu yaxınlarda Alanya'da kruiz həvəskarları Incruises'də iştirak edən kruizorlarla görüş tədbir olacaq və bunun təşkilatçısı Roman və onun partnyorudur Yulia Maznica. Roman da bu haqda danışdı, hansı ki 5 il, 10 ildir bərabər çalışdığı insanlara belə bir tədbir təşkil edirlər, hədiyyə kimi. Onlar gələcəklər və burada oteldə qalacaqlar. 3 gün ərzində treyninglər olacaq, ekskursiyalar və bir çox maraqlı tədbirlər olacaq. Поэтому, друзья, я вас приглашаю познакомиться с реальными путешественниками, которые из года в год ездят в разные путешествия, на круизы, в отели. Это люди зарабатывают уже неплохие доходы. И вот такая встреча будет с вами. Люди со всех стран. И русскоязычные, конечно, это Украина, и Испания, и Польша, и Турция. То есть со всех стран соберутся партнеры. Belə hörmətli dostlar, Roman həm də burada Alanya'da yaşayan insanları da bu tədbirdə iştirak eləməyə dəvət edir. Çünki buraya gələcək insanlar haqqında deyir ki, onlar hamısı fərqli ölkələrdəndir. İspaniyadan, Ukraynadan, Rusiyadan və s. və onlar əlbəttə ki, çox gözəl gəlirlər əldə edirlər və belə insanları siz də görüb tanıya bilərsiniz və Incruises'lə yaxından tanış olub siz də Incruises'ə, bu kluba, bu işe qoşulabilirsiniz. Рома, а эта встреча когда будет? Эта встреча уже буквально через несколько дней, 26 марта по 30 марта, наши партнеры будут с нами в Алании проходить тренинги, общаться и, так сказать, хорошие пикники у нас будут, экскурсии. Поэтому приходите к нам знакомиться с реальными путешественниками. Deməli, bu tədbirin nə vaxt olacağını soruşuruq. Roman da deyir ki, 26-sından 30-una qədər hamını dəvət edir. Siz də gəlin, real putешественник, yəni real səyahət edən kruizorlarla tanış olun. Ekskursiyalarda iştirak edin, treyninglərdə iştirak edin və hamınızı dəvət edir. Əziz dostlar, mən də YouTube kanalımda bu tədbirlə bağlı videolar çəkəcəm. Hər gün orada iştirak edəcəm. İlk gündən etibarən treyningləri, ekskursiyaları, gələn qonaqlardan müsahibə alacağım. Siz də bu videoları izləyə bilərsiniz və Incruises'lə daha yaxından tanış ola bilərsiniz. Kimin nə sualı olsa, sonra mənimlə, Romanla əlaqə saxlaya bilərsiniz və bu işe daxil olmaq üçün, dünyanı səyahət etmək üçün biz sizə hər cür kömək göstərə bilərik. Ну, как Арзу сказал, хорошо наблюдать в эфире, но лучше всего, конечно, вживую познакомиться, сфотографироваться, узнать все подробности. Если вы хотите участвовать в нашем событии, связывайтесь через Арзу, пишите, наблюдайте в соцсетях, в YouTube канале. Ну, а я хочу спросить у Арзу, посмотри, вот буквально мы с тобой недавно, да, но как развивается круизная индустрия. Мы вот вчера ехали, стоит лайнер возле нашей крепости, да, турецкой. То есть был шторм, он должен приехать в Анталию, приплыл к нам. И хорошая новость, на нашу платформу добавилась еще одна линия. Называется Целестия. И это бюджетная такая линия, которая ходит как раз по Средиземноморью. Так что, друзья, вы можете еще доступней, еще быстрее заказать свой первый круиз, кто особенно в этом регионе живет, и отправиться в путешествие. Bəli, dostlar, deməli Roman biraz uzun danışdı. Onu tərcümə edeyim. Deməli, əlbəttə deyir, siz də izləyin videoları, amma yaxşı olar ki, əgər Alanya'dasınızsa bu tədbirdə canlı iştirak edin.
bizim də yəni tanışlığımızdan danışır və bu qısa müddətdə hər şeyin necə sürətlə inkişaf etməyindən danışır. Bu yaxınlarda, yəni dünən Alanyaya gələn kruiz gəmisi Antalya getməli idi, gəldi Alanyaya. Ümumiyyətcə bu il Alanyaya açıqlayıblar, artıq çoxlu kruiz gəmiləri gələcək və bir dənə yeni xəbər verir ki, Incruises industriyasında yəni yeni bir liniya daha, yəni Celestia. Celestia adlanır, əlavə olunub yeni bir gəmi xətti və bu yeni bir müqavilə deməkdir. Kontraktla yeni bir liniya xətt əlavə olunub Incruisesə, hansı ki Aralıq dənizində, yəni Antalyada Aralıq dənizinin sahilində yerləşir. Aralıq dənizində səyahət etmə imkanınız var və uyğun qiymətlərə, büdcetli variant dedi, yəni uyğun qiymətlərə. Ona görə hamınızı Incruisesə dəvət edirik. Рома, спасибо большое, благодарю. Надеюсь, уже скоро мы увидимся на мероприятии, да? Конечно, видишь, как быстро время течет. Уже ты на событии партнеров. 50 человек приедут познакомиться с тобой. Так время пробежит, и твой первый круиз уже. Я знаю, что ты тоже выбираешь, смотришь. Поделись с нами, какие направления ты там выбираешь. Об этом я потом буду. Потом видишь секрет, да? Да, я пока готовлюсь. Готовлюсь. Но ты видишь, как важно вовремя инвестировать, время бежит и все ставит на свои места. Поэтому, друзья, не бойтесь, инвестируйте в свой отдых и как можно быстрее отправляйтесь в путешествие. Bəli, mən Romana təşəkkür etdim. Dedim ki, artıq gələn videomuzu tədbirdən çəkəcəyik. O da deyir, bəli, inşallah sən də deyir, artıq yeni insanlarla tanış olacaqsan, bizim partnyorlarla tanış olacaqsan və mənim də kruizə hazırlaşdığımı bilir və deyir, o haqda da danışarsan. Mən də deyirəm, o haqda ayrıca videolar çəkəcəm kruizin özündən. Amma hələ bunun üçün biraz mənə vaxt lazımdır, bir neçə ay lazımdır ki, kruiz səfərimiz baş tutsun inşallah. Рома, спасибо. Следите за нашим мероприятием. Пока-пока.